Göydən bərəkət yağır. Allah hər bir kəsin evinə bol ruzi, bərəkət nəsib etsin inşallah. İlk növbədə istəyirəm vloqumuzu belə gözəl bir dua ilə başlayaq. Hər kəsinsə amin yazıb məni izləməsinizsə çox şad olaram. Və deyin görək, sizcə bir ailəni ayaq üstə saxlamaq üçün maddiyyat daha önəmlidir, yoxsa sevgi? Mənə görə maddiyyat. Çünki sevgi nə qarın doyuzdurmur, nə də uşağın xərclərini ödəmir. Hər bir şey maddiyyatdan asılıdır. Maddiyyat isə artıq indiki zamanədə çox bir çətin, tapılmaz bir şeyə çevrilib. Və inşallah ki, Allah hər kəsə ən əsası, həmişə bunu deyirəm, halal maddiyyat nəsib etsin. Halal qazanclar versin. Və qızlar, burada qızım üçün yemək hazırladım. Qızım yuxudan durmuşdu. Onu apardım. Qızım bu arada dəcəldir deyə kolyeskasında onu bağlayıram. Kolyeskanın özünün içində bağlanma yeri var. Oradan bağlayıram ki, dəcəllik edib, həm də ki, özünə ziyan verməsin. Divanın başına çıxır, oradan yıxıla bilər. Servantın az qala içinə qədər girir, oradan düşə bilər. Yəni özü üçün, öz güvənliyi üçün bunu edirəm. Və bu ara qızlar, başıma bir belə deyim fikir gəlib. İstəyirəm kuxnada bəzi dəyişikliklər edəm. Allah pulunu yetirsin. Sizcə hardan başlayım və haranı dəyişdirsəm daha yaxşı olar? Və bu arada öz büdcəmlə edəcəm bunu. Deyəcəksiniz hardan alırsınız? Siz axşama kimi evdə oturursunuz. Bəli, mən evdən qazanan xanımım. Evdən öz komandamı qurmuşam. Qeydiyyat gətirmə dərdi çəkmədən sən də mənim komandama qoşulub pul qazana bilərsən. Həqiqətən də bu belədir. Qeydiyyat dərdi çəkmədən tam-tamına gəlirsən, pulsuz şəkildə qeydiyyatdan keçirsən və sənə komandanı qrup verirəm, maaşını qazanırsan. Və bu arada qızlar, Instagram səhifəmə mütləq abunə olun. Gələcəkdə mətbəximdə olan dəyişiklikləri siz də görəcəksiniz. Hələlik sizləri çox sevirəm. Çox sağ olun, axıra qədər izlədiyiniz